İş müraciətinizə cavab vermirlər, CV göndərirsiniz, baxmırlar, geri dönüş eləmirlər. Salam, mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün videonun üzərində qeyd olunan əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. CV-nizə cavab vermirlər, doğrumu? İş yerinə müraciət edirsiniz, amma heç biri sizi nə zəng eləyir, nə müsahibəyə dəvət edir. Və yaxud da müsahibəyə dəvət edilsə də belə başqa problemlər yaşayırsınız, doğrumu? Baxın, bəzi iş axtaranların inandırıcı, amma əsassız ola bilən bəhanəsi var. Bəhanəsi budur. Belə deyirlər ki, CV-yə baxmırlar. Qeyd edim ki, o bəzi iş axtaranların bəhanəsidir. Bəzən də bəzi iş axtaranlar haqlıdır onu deməkdə. Siz də bilirsiniz ki, maraqlandığınız işə CV göndərməklə müraciət edilir. Lakin bəzən CV göndərsəniz belə sizə cavab vermirlər. İş axtaran olaraq sizə nə mənfi, nə də müsbət bir geri dönüş etmirlər. Bunun bir çox səbəbi ola bilər. Mümkün ola bilən senarilərin siyahısını sizin üçün hazırlamışam. Müxtəlif senarilər var. Birincisi, CV-nizə cavab verilməməsinin bir səbəbi bu ehtimal ola bilər. Rüşvət. Belə ki, iş elanı versələr də, bəzən bəzi şirkətlər göz boyamaq üçün və ya rüşvətlə yeni qazanc əldə etmək üçün iş elanı verə bilir. Ona görə də sizin CV-nizə cavab verilmir və cavab verilsə də belə, müsahibədən də uğurlu keçsəniz də belə sizi işə götürmürlər. Lakin bu bir səbəbdir sadəcə. Bütün iş yerləri elədir deyə bir şey yox. Ona görə də iş axtaranlar bunu əllərində bayraq edib, iş axtarmaqlarını dayandırmamalıdır. Ölkədə işləyən şəxslərin hamısı rüşvətlə işə düzəlməyib ki, siz onu bəhanə edəsiniz. İkincisi, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda CV-nizə cavab verilməməsinin sizi işə çağırmamalarının bir səbəbi də budur ki, belə ki, bəzi şəxslər dədə-baba üsulu ilə iş axtarır. Misal üçün, işləmək istədiyi idarədə yeni işçiyə ehtiyac olmasa belə, gedib CV-sini o şirkətə təqdim edir və düşünür ki, durub gözləyir ki, onu işə çağıracaqlar. Bu isə iş tapmaq cəhətdən doğru yanaşma deyil. Orada axı yeni işçiyə ehtiyac yox və heç bəlkə də uzun müddət ehtiyac da olmayacaq. Üçüncüsü, iş yerinə müraciət etdiniz, CV-nizi göndərdiyiniz halda, CV-nizə cavab verilməməsinin, sizi işə çağırmamalarının bir səbəbi də budur. Belə ki, insanlar fərqli olduğu kimi, şirkətlər də fərqlidir. Hər bir şirkətin də özünə məxsus dəyərləri və iş prinsipləri var. Yəni, hər bir şirkətindən sizə müsbət cavab verməklərini gözləməyin. Sizin kimi digər insanlar da o işə müraciət edir çünki. Siz tək deyilsiniz. Ölkəmizin əhalisi sayı 1000 nəfər deyil, 100 nəfər deyil, 10 milyondur. Yəni, kütləvi müraciətlər olur. Şirkətlərdə işləməyə uyğun olmayan şəxsə geri dönüş edib, şirkətlərin sizə, siz bizim şərtlərə uyğun deyilsiniz demələri əlavə iş yüküdür o şirkətlərin. Vaxt itkisidir həmin şirkət üçün. Zaten o şirkət üçün lazımlı insan olsanız, özləri hər hansısa bir yolla sizinlə əlaqə keçib, sizinlə görüşmək istərlər. Bu arada, az öncə dedim ki, vaxt etkisidir sizə dönüş etmələri. Siz əgər uyğun namizəd deyilsinizsə onlar üçün. Burada bir istisna durum var ki, bəzi böyük şirkətlər və ya tez-tez yeni işçilərə ehtiyac olan şirkətlər xüsusi proqram təminatı var. O proqramdan avtomatik mesaj göndərmə özelliyindən istifadə edir və avtomatik sistem nəticəsində iş yükünü azalda bilirlər. Ona görə də müraciət etdiyiniz vakansiya üzrə uyğunsuz namizəd olarsınızsa, avtomatik olaraq həm telefonunuza SMS gələ bilir, həm də e-mailinizə məktub gələ bilir. Dördüncüsü, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda CV-nizə cavab verilməməsinin sizi işə çağırmamalarının bir səbəbi də budur. Belə ki, sizin CV-niz əgər standartlara uyğun deyilsə, müvafiq üsluba uyğun hazırlanmayıbsa, əlbəttə ki, ehtimal ki, sizin CV-ni axıra qədər oxumadan qoyacaqlar qırağa, kənara atacaqlar CV-nizi. İlk öncə CV-niz ATC standartlara cavab verən formada hazırlanmalı. O mərhələdən uğurla keçdikdən sonra da HR, yəni işləmək istədiyiniz şirkətin
işə götürən işçisi əli ilə oxuyarkən da o mərhələdən kəsiləcək nələrsə olmamalı CV-də ki, müsahibəyə dəvət etmə ehtimalı Allah qoysa olsun. 5-incisi, iş yerinə müraciət etdiyiniz, CV-niz göndərdiyiniz halda CV-nizə cavab verməməsinin sizi işə çağırmamaların bir səbəbi də budur. Belə ki, CV standartlara uyğun hazırlansa belə, şərtlərinə uyğun olmadığınız halda da təbii ki, sizinlə maraqlanmamalıdırlar. Təbiidir, çünki bəzi iş axtaranlar, bəzi şəxslər iş elanlarını diqqətli incələmir. Müraciət etdiyiniz iş elanını diqqətlə oxumanız lazım. O elanlarda açar sözlərdən istifadə olunur. Ona görə də elanı diqqətlə oxuyaraq tam əmin olun ki, o elanda qeyd olunan şərtlərə uyğunsunuz. Əgər uyğun olarsınızsa müraciət göndərin. Bəzi şəxslər ötəri olaraq oxuyub müraciət edir. Bir-iki meyara baxır, müraciət göndərir və sonra da gileylənir ki, məni çağırmadılar işə və ya CV-mə baxmadılar. Halbuki o elana yenidən özü diqqətlə bir daha baxsa, təkrar görər ki, o elanın şərtinin də uyğun deyil. Sadəcə ötəri oxuyub, bir-iki şərtinə uyğun olduğunu görüb, digər məqamlara fikir vermədən müraciətini göndərir. 6-cısı, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda, CV-nizə cavab verməməsinin sizi işə çağırmamalarının bir səbəbi də budur. Belə ki, CV standartlara uyğun hazırlansa belə, şərtlərinə də uyğun olsanız belə, amma sizdən daha rəqabətçi namizədlər müraciət etmiş olurlar deyə, sizi müsahibəyə dəvət etmə ehtiyacı duymaya bilərlər. Yəni, sizinlə bərabər başqa şəxslər də o işə müraciət edə bilir və siz bilmirsiniz o işə başqa kimlər müraciət edir. Siz əgər barmaqla sayılacaq bir ixtisas üzrə peşəkarsınızsa, bəli, o halda siz özünüz bilirsiniz ki, sizin kimi nə qədər sayıda peşəkar var ölkədə. Lakin adi, digər işlərdə siz rəqiblərinizi tanımaya bilərsiniz, rəqibləriniz çox ola bilər. Siz kosmik mühəndis deyəsiniz ki, ölkədə 10 nəfər kosmik mühəndis var cəmi. Ona görə də o ehtimalı da düşünmək lazım ki, məndən başqa insanlar da o işə müraciət edir. Və mən bilmirəm, onlar kimlər və o şəxslər məndən daha güclü ola bilər, daha yaxşı bacarıqları ola bilər ixtisas üzrə və həmçinin əlavə başqa keçid bacarıqları da ola bilər onlarda. Ona görə də o ehtimalı düşünüb özünüzü gərməməniz lazım. 7-cisi, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda, CV-nizə cavab verilməməsinin sizi işə çağırmamalarının bir səbəbi də budur. Belə ki, CV standartlara uyğun hazırlansa belə, şərtlərinə də uyğun olsanız belə, kifayət qədər rəqabətçil olsanız belə, siz artıq müraciət edəndə o işə, onlar artıq işçini tapmış və onunla razılaşmış ola bilirlər deyə sizi axtarmaya bilirlər. O, bu hallarda ola bilir. Siz elanın vaxtı bitdikdən sonra müraciət etmişsiniz o iş yerinə və ya vaxtı bitmədiyi halda müraciət etmişsiniz. Lakin onlar üçün yetərli olan namizəd sizdən öncə müraciət ediblər deyə təcili onu işə götürmüş ola bilirlər. 8-cisi, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda CV-nizə cavab verilməməsinin sizi işə çağırmamalarının bir səbəbi budur. Belə ki, bəzi şirkətlərdə yalandan göz boyamaq üçün işçi axtarırlar, iş elanı verirlər. Bu da ehtimaldır, çox azdır, amma yoxdur demək olmaz. 9-cu səbəb, iş yerinə müraciət etdiyiniz, CV-nizi göndərdiyiniz halda CV-nizə cavab verilməməsinin sizi işə çağırmamalarının bir səbəbi budur. Belə ki, bəzi iş axtaranlar heç bir adi 20 yerə müraciət etmir. Bu isə həmin şəxslərin hələ daha uzun müddət işsiz qalacağı ehtimalını artıra bilər. CV özünüzü təqdim etmə vasitəsidir. Nə qədər az yerə özünüzü təqdim etsəniz, CV az yerdə göndərərək bir o qədər də az yer sizdən xəbəri olar, sizin iş axtardığınızdan xəbəri olar. Ona görə də iş elanları ilə tez-tez tanış olun ki, sizə uyğun olan vakansiyalardan xəbəriniz ola bilsin. Hələlik bu qədər. Sağ olun, işsiz qalmayın, amma mən bildirim ki, mən sizə ötəri olaraq bildirdim. Yəni, bu səbəblər belə deyim də, ən diqqət etməniz gerəkən məqamlardır. Çox insan bunu hallandırmır, çox insan elə ancaq CV-yə fokus olur. Bəli, CV önəmlidir, CV-də diqqət etməniz gerəkən məqamlar var. CV gərək elə olmalıdır ki,
HR-ın əlinə keçə bilsin. Bəzi şirkətlər xüsusi sistemlərdən istifadə edir. Onlar belə deyim də dəf eləyə biləcək bir CV hazırlamalısınız ki, bunlar. Amma bu yeganə səbəb deyil. Yəni bəzi incə detallar var ki, bəzi iş axtaranlar onu unudurlar. Yəni düşünürlər ki, mən müraciət elədimsə, məni 100% götürəcəklər. Ümumiyyətlə 100% deyə işə düzəlmək deyə bir şey olmamalıdır əslində. Yəni onun o yəni nadir hallarda olur. Yəni siz hər hansısa bir 100% düzəlmə ehtimalını düşünmək biraz ciddi gəlmir mənim qulağıma da. Ona görə siz həmişə heç vaxt düşünməyin ki, mən müraciət elədimsə 100% məni işə düzələcəklər. Bununla olmur ki, olsun o. Başa düşürsünüzmü? Yəni onda da belə, siz düzəlsəniz belə bir müddətdən sonra sizi işdən çıxarda bilərlər. Hətta öz bacarığınızla belə düzəlsəniz də belə, yəni öz bilik və bacarığınızla beynəlxalq iş axtarma standartlarına riayət edərək düzəlsəniz də belə, sizi bir aydan sonra, bir ildən sonra işdən qovmayacaqları anlamına gəlmir. Ona görə də iş axtarmaq siz işlədiyiniz halda da davam eləməlidir. İş axtarmalısınız. Yəni iş axtarmaq bacarıqlarınızı inkişaf eləmək avtomatik olaraq sizin özünüzü həmçinin peşə üzrə də öz bilik bacarıqlarınızı inkişaf etdirməyə gətirib çıxara bilir. Və bu da sizi daha rəqabətçil eləyir və sizin işsiz qalmaqdan qorxmamanıza gətirib çıxara bilir. Hətta yəni daha belə deyim, özünüzə inamlı olursunuz və uzun müddət işsizlik təhlükəsi sizdə olmaya bilir. Ona görə də bəzi insanlar misal üçün işləyir, amma onlar xəbəri yoxdur ki, əslində hər an onlar işsiz qala bilər. Amma onlar yenə də paralel olaraq iş axtarsalar, ümumiyyətlə iş axtarmaq indiki dövrdə həm axtardığınız iş üzrə peşəkar olmaqdan keçir, həmçinin də iş axtarmaq qabiliyyəti cəhətdən peşəkar olmaqdan gedir. Həm yəni axtardığınız sahə, işləmək istədiyiniz sahə üzrə peşəkarlaşmalısınız, həmçinin də iş axtarmaq üzrə peşəkarlaşmalısınız. Siz işləsəniz də belə, siz davamlı olaraq bu bacarıqlarınızı inkişaf elətdirməlisiniz. Çünki hər an sizi işdən çıxarda bilərlər. Ona görə də ehtiyat edin yaraşıqlıq prinsipinə söykənib və indiki müasir dövrdə hər an nələrsə baş verə bilər. Ona görə bu prinsipləri, bu düşüncəni əlinizdə bayraq edib iş axtarmaq lazımdır. Həm işsiz olanlar, həm də hal-hazırda iş axtaranlar. Ona görə də mən sizə peşəkar iş axtarmaq qabiliyyətinə yiyələnməyinizi, davamlı olaraq işləməyinizi arzu edirəm. Gününüz xoş keçsin, ölkəmizdə işsizlərin sayı az olsun, firavan yaşayaq, iqtisadiyyatımız güclü olsun. Sağ olun, salamat qalın, işsiz qalmayın.